Son zamanlar media gündəmində ən çox müzakirə olunan mövzular da bağçadakı neqativ hallardır. Bu cür hallar gündəmə gəldikcə vəziyyətin ciddi hal aldığı və bu istiqamətdə müəyyən yaxşıya doğru addımların atıldığı görülür. Belə ki, Elm və Təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı bildirib ki, bağçadakı təhsil səviyyəsində dəyişikliklər olacaq. 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bağçaya cəlb olunacaqlar. Eyni zamanda bağçada çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir deyə Təhsil naziri Xəzər TV-yə müsahibəsi zamanı bildirib. Nazir həmçinin qeyd edib ki, bu vəziyyət müəyyən qədər vaxt aparacaq, amma bu məsələnin həlli isə olduqca mütləqdir.